Salam əziz və dəyərli izləyicilər. Bu günləri sizlərə şirkətimizə məxsus olan 1S Platinum paket haqqında məlumat verəcəm. Platinum paketin bir çox funksiyonallıqları mövcuddur. İndi isə gəlin mən sizə olan funksiyonallıqlardan bəhs edim. Mallar bölümünə daxil oluruq. Yeni qrupumuzu yaradırıq. Ümumi mallar. Buranı bağlayırıq. Keçid edirik mal qəbulu. Bizə mal gətirən kimdir? Call MMC. Daxil oluruq qrup və mallar, ümumi mallar qrupuna. Burada aşağıda gördüyünüz hissədə mausun sağ düyməsini vurub, Cola 500 milli, alış qiyməti 50 qəpik, satış qiymətini 1 manat təyin edirik. İndi isə üzərinə malımızı yaratdıqdan sonra 2 dəfə klik edib, 100 ədəd miqdar giriş edirik. Bundan sonra isə yenidən 1 ədəd də məhsul kola birləşdiririk. Alış qiyməti 1 manat 50 qəpik, satış qiyməti isə 3 manat təyin edirik. Bundan sonra məhsulumuzun üzərinə 2 dəfə klik edib, yenidən 100 ədəd miqdar giriş etmiş oluruq. İndi isə biz məhsulumuzu kimdən almış oluruq? Call MMC-dən, hərəsindən 100 ədəd və mənim ümumi yekun məbləğim 200 manat olur. İndi hal-hazırda mən burada qayməmizə OK vurduqdan sonra keçid edirəm hesabatlar, tədarükçü hesabatı, tərtib et düyməsinə sıxırıq. Burada gördüyünüz kimi Call MMC-dən bizə 200 manatlıq mal gəlib və bizim kontragentimizə, yəni tədarükçümüzə 200 manat borcumuz var. Bu hesabat vasitəsilə siz kontragentlərlə aranızda olan borcları görə bilirsiniz. İndi isə mən buranı bağlayıram, keçid edirəm kassa əməliyyatları, kassadan məxaric, yəni mənim kassamdan pul xaric olunur. Tədarükçümüz seçirəm, mal gətirənlərdən Call MMC, mənim borcum var 200 manat. 200 manat bütöv şəkildə hamısını da edə bilərəm. İstədiyim şəkildə, yəni nə qədər ödəniş etmişəmsə, onu buraya daxil etmiş oluram. 200 manat, OK deyirəm. Hesabatlar, tədarükçü hesabatı, tərtib et. Gördüyünüz kimi 200 manat ödəniş olundu və bizim kontragentimizə heç bir borcumuz qalmadı. Bundan əlavə olaraq, burada bir çox əməliyyatlar bölməsində funksiyonallıqlar var. Hətta malların azaldılması, tədarükçüyə qaytarma, bunların hər birisi haqqında ayrı-ayrılıqda mən sizə bəhs edəcəm. İndi isə keçid edirəm kassa hissəmizə. Buradan mal axtar düyməsinə vurub, hərəsindən 1 ədəd satış ekranımıza vururam. Gördüyünüz kimi 4 manat məhsulumuzun qiyməti oldu. Buradan müştəridən aldığımız pulu qeyd edə bilərik. 50 manat. Bizə gördüyünüz kimi pulun qalığı 46 manat olur. Əgər müştəri yarısını 2 manat nağd, yarısını 2 manat kart edərsə, gördüyünüz kimi burada yuxarıda 2 manat nağd, aşağıda 2 manat nağdsız məbləğ əks olunur. Bura bizim çekli satış hissəsidir. Çek çap edilsin, artıq biz bunu öz istəyimizə uyğun olaraq edə bilərik. Mən hal-hazırda xeyir deyəcəm. İndi isə keçid edirəm ambar hissəmizə. Gördüyünüz kimi satış hesabatından hərəsindən 1 ədəd satmış olmuşam və mənim dövriyyəmdir, mənfəətimdir, maya dəyərimdir, hər birisi əks olunur. Və kassamızda da nağd şəkildə 2 manat, nağdsız şəkildə, yəni terminalımızda 2 manat hal-hazırda əks olunur. İndi isə gəlin mən sizə malların azaldılması, şərt olaraq əməkdaşımızın əlindən 1 ədəd məhsul düşdü, qırıldı. Əgər biz onu satışa vurub azaltmayacaqsa, buradan daxil olun malların azaldılması, toplu seçim, qrup və mallar və ümumi mallara daxil olub, hərəsindən 1 ədəd azaldıram ki, bizim əməkdaşımızın əlindən düşdü, qırıldı. İndi OK deyirəm. Buradan hesabatlar, malların hərəkəti, tərtib et vurduqda göstərir. Bu ayın tarixindən bu ayın tarixinədək bu məhsullarımızdan 100 ədəd girilib, hərəsindən 1 ədəd satılıb, hərəsindən 1 ədəd isə azaldılma olub və yekunda 98 ədəd bizim məhsulumuz qalır. İndi isə gəlin mən sizə burada malların azaldılmasından bəhs etdik. İndi isə tədarükçüyə qaytarma. Tədarükçüyə qaytarma nə deməkdir? Məsələn, mənim hər hansısa bir məhsulum xarab olub, bunu mən tədarükçümə qaytarıram. Tədarükçüyə qaytarma eləyərkən mən seçirəm hansı tədarükçüyə qaytarıramsa, həmin o tədarükçümü şərt olaraq buradan 98 ədəddir. 8 ədəd məhsulumdan qaytarmış oluram.
Gördüyünüz kimi tədarükçümüz bizə artıq 16 manat pul ödəməlidir və bunu okey deyirəm. İndi isə gedib hesabatlar, tədarükçü hesabatı tərtib eti vurduğumuz halda kontragentimizin bizə borcu var. Çünki nəyə görə? Bizim ona heç bir borcumuz yox idi və mən ona mal qaytardığıma görə artıq 16 manat onun mənə borcu yarandı. Yox, əgər mənim ona borcum olsaydı, 16 manat artıq mənim ona olan borcumdan çıxıla bilərdi. İndi isə keçid edirəm kassa əməliyyatları. Kassaya mədaxil, artıq çünki mənim kassama daxil olunur. Əgər mənim kontragentim, yəni tədarükçüm onu mənə pul şəklində verəcəksə, bəli, buradan seçirəm Kola MMC-ni. Gördüyünüz kimi müştəri qismində borcu var. 16 manat qeyd edib okey düyməsini sıxıram. Xeyr, əgər mal müqabilində onu mənə verəcəksə, gəlirəm daxil oluram əməliyyatlar, mal qəbulu, qrup və mallardan mən həmin o məhsullardan gördüyünüz kimi 8 manat, 8 ədəd hərəsindən giriş etsəm 16 manat və buradan seçirəm tədarükçümüz kimdir? Ola bilsin, Kolibimci onu mənə mal kimi götürdü, mal kimi verdi və okey vurduğumuz halda hesabatlar, tədarükçü hesabatı tərtib et. Göstərdiyim kimi, gördüyünüz kimi burada kontragentin borcu və bizim borcumuz qalmadı. Ola bilsin, xeyr, onu bizə mal kimi deyil, pul kimi verdiyi halda göstərdiyim əməliyyat kimi kassaya mədaxil olunmalıdır. İndi isə bu proqram təminatında olan əlavə başqa bir funksiyalardan sizə bəhs edeyim. Burada isə malların satışı və geri qaytarma var. Bu nədir? Gəlin bu haqda sizə məlumat verim. Malların satışı deyirəm. Gördüyünüz bu ekran fakturalı satış gedir. Məsələn, mənim bir alıcım var. Elçin adında, yəni alıcıdır. Elçinə mən bu günləri mal satıram. Kola 1 litrlikdən 1 ədəd, kola 500 millikdən 1 ədəd. Gördüyünüz kimi 4 manat burada Elçin bəyin bizə ödəniş olunmalıdır. Əgər Elçin bəy bizə bunu borc kimi ümumiyyətlə nə nağd şəkildə və yaxud da kart şəkildə heç bir ödəniş etmirsə, bu xanaları boş saxlamış oluruq 0 və okey düyməsini vururuq. İndi isə hesabatlar, tədarükçü hesabatı tərtib et dedikdə gördüyünüz kimi alıcılardan Elçin bəyin bizə kontragentin borcu 4 manatdır. Yəni bu proqram vasitəsilə, yəni bu paket vasitəsilə siz malların satışını edə bilərsiniz. İndi isə Elçin bəy gəlir bizə, kassaya mədaxil deyirəm. Buradan seçim edirəm. Alıcılardan kim? Elçin. Müştəri borcu var və 2 manat mənə ödəniş etmiş olur. Və 2 manat ödəniş etdikdən sonra isə digər yerdə qalan pulunu deyir, məsələn, məhsulu mən qaytarmaq istəyirəm. Həmin bu geri qaytarma vasitəsilə seçirik buradan Elçin bəyi, 2 manat bizə borcu var və kola 1 litrlik gördüyünüz kimi qiymət 1 manatdır və deyir, mən bu məhsulu qaytarmaq istəyirəm. Biz bu məhsulu qaytarıb ona, belə deyim, borcundan azaltmış ola bilərik. İndi isə proqramda digər hesabatlar gördüyünüz kimi satış hesabatıdır, malların hərəkətidir, tədarükçü hesabatıdır və malların ambardakı qalığıdır. Platinum paketdə olan funksiyonallıqlarımız yalnız bunlardır.